Bu videoda sizə MyGov tətbiqindən necə qeydiyyatdan keçə bilərsiniz, onu göstərəcəm. İlk növbədə onu qeyd edim ki, MyGov tətbiqi vasitəsilə siz bütün sənədlərinizə onlayn qaydada nəzarət edə bilərsiniz və həmçinin dövlət qurumlarından sizin adınıza göndərilən məktubları da MyGov tətbiqi vasitəsilə oxuya bilərsiniz. İlk növbədə telefona MyGov tətbiqini yükləyirsiniz. Programa daxil olduqdan sonra daxil ol butonuna klik edirsiniz. Daha sonra burada Continue seçimini seçirsiniz. Açılan bu səhifədə ən aşağıda olan identifikasiya nömrəsi ilə qeydiyyata klik edirsiniz. Daha sonra buradan qeydiyyatdan keç bölməsinə daxil olursunuz. Bu şərtləri qəbul edirsiniz. Daha sonra şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, aşağı hissəyə isə FIN kodunuzu daxil edirsiniz. Növbəti mərhələdə isə öz telefon nömrənizi qeyd edirsiniz və həmin telefon nömrəsinə gələn 4 rəqəmli təsdiq kodunu sayta daxil edirsiniz. Təsdiq kodunu daxil etdikdən sonra MyGov portalınıza şifrə təyin edirsiniz. Şifrəni təyin etdikdən sonra işıqlı bir məkanda üzünüzün tam şəkildə düşmək şərti ilə öz şəklinizi çəkib sayta yükləyirsiniz. Bundan ötürü bütün bu icazələri qəbul edirsiniz və şəkli yüklədikdən dərhal sonra müraciətinizin təsdiq olunmasına dair sizə belə bir SMS gəlir. Daha sonra davam et butonuna klik edib növbəti mərhələyə keçirsiniz. Növbəti mərhələdə sayt sizi ana səhifəyə yönləndirir. Ana səhifəyə keçid etdikdən sonra sağ yuxarı hissədə olan daxil ol butonuna klik edib şəxsiyyət vəsiqənizin FIN kodunu və biraz əvvəl daxil etdiyiniz şifrəni buraya yazıb təsdiq edirsiniz. Təsdiq etdikdən sonra icazəni qəbul edirsiniz və avtomatik olaraq sayt sizi proqrama yönləndirir. Buradan irəli butonuna klik edib bütün mərhələləri keçirsiniz. Ən sonda isə proqrama kod təyin edirsiniz. İstənilən 4 rəqəmli kodu daxil edib qeydiyyatınızı tamamlayırsınız. Kanala abunə olub videonu bəyənməyi unutmayın.